Hür o kəsdi ki, İmam Hüseyin çatanda gəldi kesti qabağını, düzdür, 1000 nəfərlə gəlmişdi. İşim ondan yox. Biraz söhbət elədilər, zöhr azanı yetişdi. Zöhr azanı yetişəndə İmam Hüseyin ağa dedi ki, namaz vaxtıdır, namaz qılacaq. Mən namazımı qılıram öz səhabələrimlə, sən də özün bilərsən. Gel o tərəfdə qıl ki. Dedi, yox, ağa, sənə qoşulacaq. Gəldi, qoşuldu. Namaz qoşuldu İmam Hüseynə, qoşulandan sonra biraz keçdi. İmam namazı bitirəndən sonra gəldi, yenə söhbət elədilər Hürlə. İmam dedi, Hür dedi, Hür tutdu. Bəzi sözlərini hələ keçmirdi, elə fikrini deyirdi. Möhkəm dayandı öz fikrində, səhv fikrində. İmam Hüseyin ağa dedi ki, Səkilətkə ummuk. Ərəblərdə bir sözdür, anan matəmli otursun. Yəni, öləsən, anan matəmli əyləşsin. Əl çəkmirsən fikrimdən. Orada dayandı, bax, Hür belə balaca adam da deyildi, sərkər deyildi. 1000 nəfərin başının üstə dayanmışdı. Dayandı, baxdı, dedi, Hüseyin dedi, bəli. Dedi, and olsun, Allaha cavabı verərdim. Sən bu sözü ki, mənim anam üçün dedin, mən də deyə bilərdim bu sözü sənə. Amma sənin anan xanım Fatimədə eşitmişəm onun haqqında. Biraz məhəbbət Həzrəti Fatiməyə. Bəzi vaxtlar biraz qığılcım gəlir insaniyyəli adamı götürür, aparır. Ayrıldı. O sözü də getdi. Gəldi, çatdı, Aşuranın sübhü idi. Hürrün oğlu da oradaydı. 18 yaşında oğlu. Baxdı oğluna, dedi, bala, dedi, bəli. Dedi, gedək qoşulaq Hüseynə. Dayandı, baxdı oğul atasına. Dedi, ata, xəcalət çəkmirsən. Hüseyin bizi qəbul eləyər. Yolunu kesmişik, qabağını almışıq, uşaqlarını narahat eləmişik, əhli əyalını narahat eləmişik. Baxdı balasına, dedi, bala, sən Hüseyin necə tanımırsan? Hüseyin başladı. Gəl gedək. Gedək qapıya. Aşuranın sübhü oğlu ilə birlikdə ayrıldı qoşundan. Oturdu atına, dedi, oğul, mən heç başımı qaldıra bilmirəm. Sən tut əlimdən, başını saldı deyə Hürr aşağı. Tut əlimdən, apar Hüseynə tərəf. Yəni, Hüseyin uzadan baxdı, gördü, gəlir, 2 nəfər gəlir. Biri başını salıb aşağıya, biri gətirir. Xəcalət çəkmək nə yaxşı hissdir. Həya nə gözəl hissdir. Həya insanı dürr eləyər. Bir neçə addım qalmışdı, deyirlər. Özünü saxlaya bilmədi Hürr. İmam Hüseynə yaxınlaşan, bildi ki, daha çatır, yıxıldı üz üstə yerə. Bir cümlə dedi. Ağa da bir cümlə dedi. Məsələ onun ilə də bitdi. Cümlə bu idi. Hürr bir sözdür, Hüseyin bir sözdür. Hürr dedi, həlli min tövbə, mən tövbə eləsəm qəbuldur. İmam bir cümlə dedi, irfə rəsəkə, başını qaldır ay Hürr. Qəbuldur, dedi, artıq Hüseynin kərvanındasın. Özünün xəbəri yox. Haçan qoşuldu Hüseynin kərvanına, o xanım Fatiməyə, mənim ehtimalım budur. O xanım Fatiməyə ki, o ehtiram elədi, gəldi, qoşuldu Hüseyin kərvanına. Adın yazdı tarixlərə.